Haqq və doğru yol nədir? Hər gün namazda müsəlmanlar deyir: İyyaka nəbudu və iyyaka nəstəin, ihdinəs sıratal müstəqim. Bu həmin sıratal müstəqimə çağıran şəxs İmam Zamandan əvvəl ortaya çıxır, zuhurdan qabaq bir kişi ortaya çıxır, deyir mənəm Yəmani məsələn. Və onu kimsə izləmirsə, o qəti şəkildə cəhənnəm əhlidir. Deməli sahibimiz, sahib-əz zaman, İmam Zaman əleyhissalam özünün zuhurundan əvvəl, özü ortaya çıxmazdan əvvəl, hətta onun 5 qəti əlamətindən biri olan Yəmanini qabaqcadan bizə göndərir ki, get bu milləti açıq dəlillərlə, vəsiyyətlə, ilahi elmlə, insanlara beyət Allahadır yazılı bayraq ilə Allahın hakimiyyətinə dəvət elə. Kim səndən üz çevirəcəksə, onlar cəhənnəm əhlidir. Kim də sənə iman edəcəksə, kim də sənin mən tərəfdən gələn elçin vəsin olduğunu biləcəksə, onları gətir mənə. Çünki hədis nədir? Çünki o sizi, yəni Yəmani sizi sahibinizə tərəf çağırır. Biz Yəmanini dinləməsək, Yəmaninin dalıca düşüb İmam Zamanın yanına gedə bilərik? Cavab xeyr. Misir sahibini də, Ali Muhammedin qaimini də, hədislərdə keçən 12 Mehdini də ki, bunların hamısı bizi İmam Zaman əleyhissalama götürən vacib məsələlərdir. Yəni olmazsa olmazdı bunlar.